Tanrının hər kəsə bəxş etdiyi ömrü hərə bir cür yaşayır. Kim necə yaşayır, kim necə dəyərləndirir, bu hər kəsin özünə aiddir. Bir ömürdə nələr eləyə bilər insan? İnsanın xatirələrində necə qalır keçib getdiyi illər, yollar? Ümumiyyətlə, qalmaq üçün seçdiyi həyat yolu, yaşam tərzi, fəaliyyəti onu yaddaşlarda canlı, nəfəs alan, sözü, əməli ilə xəyallarda canlandırırmı? İnsanları əbədləşdirən nə varsa bu dünyada qoyub gedir. Əbədi yaşarlar. Kimlərdir bu insanlar? Kimlərə deyirik əbədi yaşarlar? Tanrı verən ömrü vicdanla, şərəflə, namusla, qeyrətlə yaşayan, dövlətinə, vətəninə xeyir verən, onun uğrunda həyatını yaşayan insanlara deyilir. Milli qəhrəmanlarımızdan tutmuş, şəhidlərimizdən tutmuş ən adi insanlara qədər əbədi yaşarlar var. Cəmiyyətimiz əbədi yaşarlar insanlarla boy atır, böyüyür, gələcəyə addımlayır. Təkcə cəmiyyətimiz mi? Hər evdə, obada, eldə, ocaqda əbədi yaşarlar insanlar var. Tanrı verən bir ömrü böyük olsun, kiçik olsun, 30 il olsun, 40 olsun, 50 olsun, 100 olsun, fərqi yoxdur. Bunu necə yaşamısan? Vətənə, cəmiyyətə, insanlara necə bağlanmışsan? Necə öz fəaliyyətini gələcəyin naminə formalaşdırmışsan? Bəli, belə adamlar çoxdur. Tez-tez xatırlayırıq, hər gün xatırlayırıq. Bu insanları unutmaq olmaz. Eyni zamanda bu insanların yaşadığı illər onları unudulmağa qoymur. Həsən Mirzə, köçməmsən dünyadan, nəsillərin ürəyinə köçmüsən. Bəli, elə bizim şəxsiyyətlərimiz, tanınmış insanlarımız, ağsaqqallarımız, alimlərimiz, elm adamlarımız, şairlərimiz var ki, onlar bir ömür çərçivəsində yaşayıb ölmürlər. Onlar əbədiyyət qazanır. Onlar özlərini tarixin əbədi səhifəsində yaşadırlar. Tez-tez insanlar arasında bu adamın adını çəkirik. Elmi konferanslarda, görüşlərdə, aşıqlarla söhbətlərdə, şeir, söz məclislərində Həsən Mirzənin adı tez-tez çəkilir, hər gün çəkilir. Həsən müəllimlə söhbət düşəndə bir qəribə hissdir ki, mən kövrəlirəm. Bilmirəm niyə. Əslində qalsa Həsən müəllimin adı insanda fəxarət doğurur, qürur doğurur. Həsən Mirzəyevin çoxillik elmi pedaqoji və ictimai fəaliyyəti dövlətimiz tərəfindən həmişə layiqincə qiymətləndirilmişdir. O bir sıra təltiflərə, o cümlədən müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından olan Şöhrət ordeninə layiq görülmüşdür. Bir insan ömrünün, bir insanın, bir ziyalının, bir şəxsiyyətin dövlətə, vətənə, xalqına, elə obaya verə biləcəyi bütün imkanlardan Həsən Mirzəyev vicdanla bəhrələnib, layiqli, əbədi yaşar haqqı qazanmışdır. Tələbkar idi. Mən indi, məsəl üçün, bu saat onu başa düşürəm ki, o nə dərəcədə həm də qayğıkeş idi.
məhəbbətli dərələyəz məhəbbətli millətinə sədaqətli millətinə sədaqətli sözü bütöv cəsarətli sözü bütöv cəsarətli Həsən Mirzəyə Həsən Mirzə Həsən Mirzəyə Həsən Mirzə Güller açsın, bahar olsun. Güller açsın, bahar olsun. Qəm ürəkdən kənar olsun. Qəm ürəkdən kənar olsun. Ballı deyər, qoy var olsun. Ballı deyər, qoy var olsun. Həsən Mirzəyə, Həsən Mirzə. Ağsaqqalıyım, Həsən Mirzə. Həsən Mirzəyə, Həsən Mirzə. Ağsaqqalım, ey Həsən Mirzə. Həsən Mirzəyə, Həsən Mirzə. Ağsaqqalıyım, Həsən Mirzə. Həsən Mirzəyə, Həsən Mirzə. Ağsaqqalıyım, Həsən Mirzə. Həsən Mirzəyev kimi yaşamış böyük şəxsiyyətlərin ömrü həmişə mənim nəzərimdə qapı təəssüratı yaradır. Yəni bir insanın həyatı böyük bir ictimai siyasi həyata, elin böyük bir keçmişinə bir qapıdır. Həsən müəllim, mənim əziz müəllimim. Hardan deyim? Qarışıb söz aləmim. Quruyubdur kağız üstə qələmim. Sözlərimin yoxdur cürət qapısı. Könülləri fəth eləyən sənətkar. Sinəm dolu deməyə çox sözüm var. Şeir dünyan həyatından varaqlar. Ömür yolum bir ləyaqət qapısı. Düşmən əlində sən gələ bilmir. Axan göz yaşını silə bilmir. Dərd məni öldürür, ölə bilmirəm. Aylarım oldu, dərələr. Həsən Mirzə harada olmasından asılı olmayaraq, istər sıravi bir müəllim olsun, istər millət vəkili olsun, hər zaman öz yurdunun, öz elinin həsrətini, öz yurdunun, öz millətinin, xalqının qayğılarını, problemlərini hər zaman öz çiyinlərində daşımağı üstün tuturdu. Hər zaman öz şeirlərində o vətən ağrısını, o yurt həsrətini yaşadırdı. Nə qədər ki Azərbaycan şeiriyyatı var, nə qədər ki Azərbaycan ziyalı insanı təbəqəsi var, Həsən Mirzənin adı sənət dünyasına qızıl hərflərlə yazılır.
qulaqlara salam Həsən verin. Mirzə, sən Allah Deyin Həsən hələ sağ, dolanıbsan. sizin dərdinizdən ölməyib. Ölməyib ki, bir də doğma vətənə dönə bilsin. Sizinlə görüşə gələ bilsin. Allah düzdərələyir, biraz da düzdərələyir. Həsən Mirzənin yaradıcılığında qırmızı xətt kimi keçən və demək olar ki, bütün ədəbi mühitin diqqətini çəkən və aşıqların daha çox üst tutduğu və özünün də həmişə dilindən tez-tez eşitdiyimiz Dərə Ləyzə həsr elədiyi şeir çox diqqəti cəlb edir və o həmişə Dərə Ləyz haqqında, Dərə Ləyzin coğrafi mövqeyi haqqında, Dərə Ləyzin vətən torpağının bir parçası haqqında həmişə ürək dolusu danışırdı. Və yeri gəlmişkən onu xatırlatmağa özümə borc bilirəm ki, yəni Dərə Ləyzin yer adlarının öyrənilməsi, açılması üçün böyük zəhmət çəkmiş və kitab həsrləmişdir. Onun folklorşünaslıqla əlaqədar yazdığı. Ümumiyyətlə, cildlərində də bu ətraflı yer almışdır. Təbii ki, Həsən müəllimdən hər gün üz-üzə gəlmişəm. Evdə, ailədə həmçinin Həsən müəllimi xatırlamadığım bir dənə belə nöqtə yoxdur. Həqiqətən yoxdur. Koridora çıxıram, elə bilirəm Həsən müəllim qarşıdadır. Auditoriyaya gedirəm, sanki Həsən müəllim mənə nəzarət edir. Lap evdə, lap yaradıcılıqda. Görkəmli ziyalımız mərhum Həsən Mirzəyevin həyatının və fəaliyyətinin mühüm bir hissəsi Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə bağlı olubdur. Onun yetirdiyi tələbələrin sorağı bugün təkcə Azərbaycanın yox, dünyanın bir çox ölkələrindən gəlir. Həsən müəllim pedaqoji fəaliyyətlə yanaşı elmi tədqiqatla da məşğul olmuşdur. Professor Mirzəyevin yazdığı dərsliklər, kitablar, məqalələr bugün də həm şagirdlərin, həm tələbələrin necə deyirlər, dadına çatır. Həsən müəllim Azərbaycan folkloruna, Azərbaycan aşıq poeziyasına dərindən bələd bir insan idi. O, Aşıq Ələsgər sözünün, Səməd Oğlunun poeziyasının vurğunu idi. Hətta özü də bu istiqamətdə təkcə tədqiqat işləri aparmır, təkcə onların fəaliyyətini, yaradıcılıq fəaliyyətini təbliğ etməklə məşğul olmur. Eyni zamanda özü də yeri gələndə, o Səməd Oğlunun sözü olmasın, az-az uydururdu yeri gələndə. Yəni onun şeirləri də bugün həm aşıqlar tərəfindən, həm də professional müğənnilər tərəfindən ifa olunur. Həsən müəllim Milli Məclisin üzvü oldu bir müddət. O əsl el ağsaqqalı idi. Belə adamlar haqqında deyirlər adətən ki, bunlar xalq adamıdır. Yəni xalqın bağrından qopmuş, xalqın içindən çıxmış bu adamlar xalqın dərdini, sərini də yaxşı bilir. Həsən müəllim dostluqda, ondan sonra qohumluqda, sirdaşlıqda çox sədaqətli adam idi. İndi mən bu sözləri deyərkən yadıma düşür ki, mənim dayım Nahid Hacızadə televiziyada olarkən, televiziyanın ədəbi, bədii redaksiyasının baş redaktoru və televiziya sədrinin müavini olarkən Həsən müəllimin yaradıcılığına da xüsusi diqqət yetirirdi. Böyük dayım kimyaçı alim Fərrux Hacıyev rəhmətə gələndə xatırlayıram ki, Həsən müəllim gəldi, baş sağlığı verdi, ailəsinə ürək-dirək verdi. Həsən müəllim xatırlanmalı olan adamdır, həmişə yaddaşlara köçmüş adamdır və güman edirəm ki, o uzun illər onun xatirəsi onu tanıyanların qəlbində qalacaq.
Gururludur belə söz gətirmə. Yersiz yere deyip gülmür ay deyip gülmür ay deyip gülmür ay deyip gülmür deyip gülmür. Ey şişretler belem emirsin. Kömeyedin bu güzel ay bu güzel ay bu güzel ay bu güzel ay bu güzel. Gururludur söz götürmür. Yersiz yere deyip gülmür. Eş işrətlə ömür sürmür, kömək edin bu gözələ. Mərcan dişli, belə balbadaq, mərmərsinə, ağ buxaqlı yamana, manı yamana, aman dərdin ağ. Şux baxışlı, dələn al yanaqlı. Allah Allah, öldüm Allah. Allah bəxt ver ay bu gözəl, ay bu gözəl, ay bu gözəl, ay bu gözəl. Mərcan dişli bal dodaqlı, mərmərsinə ağ buxaqlı, şux baxışlı, al yanaqlı. Allah bəxt ver bu gözələ. Zümzüməsin dələlayla çalım, baxışıyla canlar alır aceyranın dərdin ağır. Həsəni də belən vadasan, nə deyəsən bu gözəl, ay bu gözəl, ay bu gözəl, ay bu gözəl, ay bu gözəl. Zümzüməsi layla çalır, baxışıyla
canlar alır. Həsəni də oda salır. Nə deyəsən bu gözələ? Ay sarı tel qadağan, ay sarı tel qadağan, ceylanım kimə yalvarma, ceylanıma, ceylanıma, ceylanım ey, gəl qadağan. Mənim atam həqiqətən tələbələr tərəfindən, təkcə siz demirsiniz, mən minnətdaram sizə, digər tələbələr də həmişə deyiblər ki, Həsən Mirzəyev bizdə tələbkar, yaxşı müəllim idi. Düz, mənim atam sərt xarakterli insan idi. Ancaq bir o da tələbkar idi. O da nədən irəli gəlir? Belə deyim də, dağ iqlimində doğulub başa çatmış insan, dağ havasında böyüyən, dağın da havası həmişə sərt olur. Təbiəti sərt olur. Qışı sərt, yayı isti olur. Yəni ki, bilirsiniz. O da mütləq insanın inkişaf etdiyi mühit onun xarakterinə təsir edir. İnsanın içdiyi su da insanın xarakterinə təsir edir. Birinci müəllimim, birinci imtahan edənim, birinci çəkindiyim və birinci qürur duyduğum, hər addımda xatırladığım insan da Həsən müəllim. Məktəbdə oxuduğumuz illərdə institutda olurdu ki, dərs keçən vaxtı bir gün girirdi içəri, sonra gəlib müəllimlərdən soruşurdu ki, bu məni soruşurdu xüsusilə. Özdə mən evin böyük oğluydum. Ən çox həmişə məni nəzarətə saxlayıb. Hər şeyə görə də ona minnətdaram. Tam səmimi deyirəm. Çünki bugünkü günün tələbi də onu göstərir ki, evdə qayğı keçdik, diqqət yumuşaq olmaq demək deyil. Gələ tələbkar olasan ki, birinci yetişən nəsil oxumalıdır, savadlı olmalıdır. Nəzarətsiz qoyanda heç kim oxumur. Həsən müəllim çox şaxəli bir insan idi. Fəaliyyəti o qədər çox şaxəli idi. Milli Məclisədə gəlirdi, vaxt tapırdı. Ağsaqqallar Şurasını tapırdı. Eyni zamanda feillə bağlı məqalələri qutarıb doktorluğun eləyibdi, başqa lazım olanları eləyib, amma yenə də məqalələrin. Mən bilmirəm, hansı cəhəti deyim. Məsələn, o enerjidən sonra tayfada, eldə, obada, birinin toyunda, birinin hüzurunda, birinin hətta az günündə mütləq qol götürüb oynayardı, mütləq insanları ətrafına yığardı, klassik ədəbiyyata müraciət eləyərdi. İndi də məsələn, ot bitər öz kökü üstə, əslinə isə tikan bəsləməklə çəmənzar olmuş. Həsən müəllim deyirdi, tikan yox, yovşan. Yovşan. Yəni, indi də biz onu, təbii ki, bu klassiklərdən olan nümunəni deyirik, Həsən müəllim demişsən. O qədər bizə deyib ki, biz bunu bu cür yaxşı olar qohum qardaş, el başına dönüm sənin. Harada görsən, elə yalvar, dil başına dönüm sənin. Biraz da dialektlə başına deyərdi. Bugün də biz onun o sözlərini deyirik, Həsən müəllim demişsən. Həsən müəllim deməyib, onu deyən deyib, amma Həsən müəllim bunu tərbiyə üsulu kimi hər kəsə öyrədibdir. Yəni, söhbət təkcə tayfadan, eldən, obadan getmir. Dərs dediyi minlərlə tələbəyə öyrədir. Məsəl üçün, tələbkar idi, bu tələb edirdi. Mən bir inşanı yazanda, xüsusilə filoloq oğluyam, bu da filoloq idi. Bir inşanı mənə 4-5 dəfə yazdırtırdı, səhvlərimi düzəldirdi. Məsəl üçün, mən istifadə edəndə ədəbiyyatdan, bizdə evdə bir kitabxanada var idi, məsələn, məktəb ədəbiyyatından yox, tədris olunan, institutda tədris edilən kitablardan götürüb istifadə edirdim. İndiyə qədər yadımdadır, Nizamın əsərləri, Füzulun əsərləri, sonra Cəfər Cabbarlının əsərlərini, bunların hamısını o ədəbiyyatdan istifadə etmişəm. Böyük alimimiz, böyük dilçi, türkoloqumuz, çox böyük insan Tofiq Hacıyev, akademik Tofiq Hacıyev, Həsən müəllim yubileylərin birində dedi ki, Həsən Mirzəyev Azərbaycan dilinin feilidir. Dedi və zaldan o qədər alqış gəldi ki, Həsən müəllim özə gülümsədi. Yəni, xoşuna gəldi onun. Həsən müəllim feilin tədqiqatçısıdır, feilşünas alimdir. Xüsusən feil sifət, feilin kateqoriyaları, inkarlıq kateqoriyası xüsusən.
inkarlıq, təsdiq və təsirli, təsirsizlik kateqoriyalarını Həsən Mirzəyev 1839-cu ildən, yəni Mirzə Kazım bəydən üzü bu yana bütün tədqiqatları araşdırıb ortalığa çox fundamental bir əsər qoyub, feillə bağlı. Feil sifət şəkillərini dəqiq müəyyənləşdirib, yanlış qəbul edənləri etməyib son söz olaraq və feildə məsələn təsirli, təsirsiz kateqoriyası doğrudan da iki yerə ayrılır deyə bölgü var idi. Həsən müəllim də yox, təsirli, təsirsiz, həm təsirli, həm təsirsiz feillər var və onun nümunələrlə təxminən bax bu cildlərinin birində belə 700 səhifəyə yaxın bir əsərində Azərbaycan dilində feil adlı bir kitabında çox cildliyində veribdi və Həsən müəllimin doktorluğu da bununla bağlıdır. Həqiqətən feillərdə öyrənilməmiş çox şeylər var. Necə ki deyirik, feillər millidir, xalqın öz təfəkkürüdür. Xalqı öyrənmək üçün bir ömür kifayət deyil, eləcə də feilləri. Mənim atam poeziyaya həmişə meyilli insan olub. Arada bir qeydlər aparır delirdi. Mənim yanımda da uşaq olsam da fikir verirdim. O arada bir nəsə qeyd edirdi. Ancaq onları hamısını yığıb toparlayıb dərc elətdirmirdi yazdığı şeirləri. Mən məsəl üçün belə deyirdim, özüm şair deyiləm. Deyim ki, həddən artıq çoxlu şeir bilirəm, yalan deyərəm. Ancaq atamın yazdıqlarına oturub diqqətlə qulaq asıb, diqqətlə fikir verəndə mən atamın yaratdığı şeir külliyyatında şeiriyyatdan çox fəlsəfəni hiss edirəm. Çünki mənalı yazır. Məsələn, yazdığında dərin bir hikmət var. Şairlik məhsuldarlıqdan çox şey asılıdır. Şair var, az yazır, ancaq həddən artıq çox güclü qələmi olur. Şair var, gündə bir şey yazır, ancaq üzr istəyirəm, nə gəldi yazır, o bizə xas xüsusiyyət deyil. Mənim atam, mən deməzdim, çox böyük şeirlər yazıb, yox, az yazıb, ancaq yazdığında dərin məzmun, məna var. Elə belə yazmıyor. O cür örnəklərin, o cür milli adamların həm yaradıcılığında, həm həyat tərzində bütün detallar, ən incə detallar nümunədir. Vətəni sevmək olsun, valideynə hörmət olsun, böyük-kiçik yeri bilmək olsun, adət-ənənələri qorumaq olsun, şeirə müqəddəs vəh kimi baxmaq olsun. Hər hansı bir cəhətdən götürsəz, Həsən Mirzəyevin həyatı həqiqi bir örnəkdir, bir nümunədir və həm də ona görə kövrəlirəm ki, bilirsiniz, biraz uşaq olmuşuq bəlkə də, biraz həyatı bəlkə də çox dərindən dərk eləməmişik Həsən Mirzəyevin vaxtında. Həsən Mirzəyev dünyadan keçəndən sonra hər an deyirəm, kaş Həsən Mirzəyev sağ olardı. Bunu tək mən demirəm. Bu bizim bu boyda universitetdə 104 yaşı var. İstənilən bir alimə yaxınlaşsaz, deyəcəkdi, ay Həsən müəllim, kaş bu gün olaydın sən. Amma həyatın da qanunları var, biz qanunları dəyişə bilmərik. O ki, qaldı Həsən Mirzəyevin şairlik istedadına. Həsən Mirzəyev təhkiyyədə də şair idi də. Elə danışardı ki, hamı onun başına yığışardı. Məsələn, deyim sizə, adi bir nəsihət verir və yaxud da adi bir, məsələn, bir əşyaya mı, hadisəyə mi, insana bu münasibət bildirir. Həsən müəllim belə şeir idi, başına ayağa şeir idi, şeirlə yoğrulmuşdu və bu da onun atasından gəlirdi. Mən deyə bilmərəm, ana tərəfindən gəlmirdi. Gəlirdi, ana tərəfində də onun nənəsi Nigar, anası Nahat xanımın anası Nigar sinə dəftər olubdu. Yəni, özündən bayatılar deyərdi ki, bugün biz onları tapıb bir yerə yığa bilmirik. Bir şey də xatırlatmağı özümə borc bilirəm ki, bizim böyük alimimiz, şairimiz, pedaqogumuz, müəllimimiz Həsən Mirzənin doğulub böyüdüyü ailə özü ziyalı ailəsi idi. Yəni, onun atası rəhmətlik İbrahim Mirzəli şair olub, el şairi olub, gözəl şeirləri var.
1938-ci illərdə sürgündə olarkən Həsən Mirzənin atası İbrahim Mirzəlidən aldığı bir məktub, yəni şeir çox diqqətimi çəkdi. Sanki bir köz parçasıdır, od kimi yanırdı o şeir. Mən istəyirəm onu da bu günlərin sizin diqqətinizə çatdırım. Demək, buradan Azərbaycandan o Sibirdə sürgündə olarkən ona məktub göndərirlər və məktubun içində bənövşə yarpağı, bənövşə çiçəyini qoyublar, göndəriblər. Ona çox gözəl bir şeir yazıb. Çox istəyirəm o şeir bizim bu verilişimizdə səslənsin. Doğma torpağımdan, doğma elimdən ərmağan gəlmisən mənə, bənövşə. Övlad həsrətimə, vətən dərdimə sən dərman gəlmisən mənə, bənövşə. Bənövşə dillənmir, yalvar nərgizə, tel tükü göndərib nişanə bizə, Allah ömür versin o bir cüt qıza, göndəribdi səni mənə, bənövşə. Xınalı kəhliklər daşda səkirmi? Dağ erkəci sürüsünü çəkirmi? Şeyda bülbül bağ bağçada ötürmü? Bircə-bircə söylə mənə, bənövşə. Atası sürgündən qayıdandan sonra 8 il, 10 ilə yaxın öz kəndlərinə qayıtmağa bunları qoymayıblar. Bir il Gəncədə qaldıq, Dəli Məmmədlidə. Ondan sonra getdik Qarabağa, Bərdə rayonunun Qazaxlar kəndinə. Orada olanda mən o ailənin ağırlığını bir səslə bəyə üzərimə düşürdü. Müəyyən vaxtlarda quzuya getmişəm, at ilxısını utarmışam. Ümumiyyətlə, evə lazım olan məsələləri həll eləməyə mən də atama kömək eləməyə çalışmışam. Amma atamı tanıyırdılar deyil hər yerdə. Xüsusi hörmət eləyirdilər, Qarabağda da, Gəncədə də. Heç imkan vermirdilər ki, bir dəqiqə əziyyət çəksin. Məsəl üçün, babam gəlib uşaqları götürüb, atamla bir yerə götürüb gedib. Məsəl üçün, bunlar Dəli Məmməddə yaşayıblar, Beyləqanda yaşayıblar, Bərdədə yaşayıblar, Kəlbəzərdə qalıblar, sonra gəliblər Naxçıvanda məskunlaşıblar. Lap axırda qayıdıblar, təzədən yenə öz kəndlərinə qayıdıblar. Yəni, bu elə bir mühit yarandı ki, bu adam bu şeyin, bu əziyyətin bütün çalarlarını hamısını görüb. Atası sürgün olanda anasına verilən işgəncə deyənməzdi də, kolxoz tərəfindən haqsızlığı da görüb. Yəni bu şeyləri görəndə insan, baxın da, o Astrovskidə deyilir, o Polad necə bərkidir, insan xarakterində də dəyişikliyə gedir, insan psixologiyasında insan bərkiyir. Ancaq o illərdə özünün yaxın qohum qardaşı ilə əlaqəni itirməyib, onların müəyyən qədər atasına, mənim babama olan yardımlarını, köməklərini hiss edib, kənd cəmaatının o, indi özü oxuduğu müddətdə həmişə kənddə kimsə gəlib, babam gələ kömək edib, bacı uşaqları, bibs uşaqları. Məsələn, mən deyim ki, mənim atam yalnız qohum qardaşının çəkdiyi əziyyətin yox, nəsə əvəzçilik mənasında yox, ümumiyyətlə. O dövr etdiyi zonalarda, haradakı qaçqınlıq dövründəki yaşayıblar, orada yaşadıkları ailələri, nəsillərin, tayfaların nümayəndələrinə də həddən artıq belə deyək də, mənəvi borcundan çıxıb. Bunu tam əminliklə deyə bilərəm. Bugünkü gündə gəlib, indi insan var ki, hər şeyi unudur, o psixologiyada belə bir şey var da, deyir ki, insan yaxşılığı unudandır, pisliyi unutmur. Ancaq mən düşünürəm ki, mənim atam özünə, atasına, öz ailələrinə olan qayğının münasibətində gördüyü yaxşılıqların, o tayfaların nümayəndələrinin, o nəsillərin nümayəndələrinin qarşısında hamısının mənəvi borcunu qaytarır. Repressiya illərində Həsən müəllimin atası İbrahim Mirzəloğlunu sürgün eləyiblər Sibirə. Babamın da dəftərlərini kəndin Dərələzdə
Qovuşuq kəndində doğulubdu babam 1889-cu ildə. Həsən müəllim o repressiya illərində çox da böyük olmayıbdı. Böyük olsa da eyni zamanda bu gizlədə bilməzdi, tapardılar. Kəndin ağbirçəkləri qayaların oyuğunda, təndirlərin külfəsində, nə bilim, orada, burada babamın dəftərlərini saxlayıblar. Vaxt oldu, istiri dövləti dağıldı və Həsən Mirzəyev dedi ki, mənim atamın dəftərlərini indi ortaya qoyun. Ölən ölmüşdü, qalanlar da kimdə nə vardı gətirib vermişdi. Və Həsən müəllim o dəftərləri idi mənə gətirmişdi ki, yəni yaxşı vəziyyətdə deyildi. O dəftərləri oxuyanda mən gördüm, elə mənim babamın özü də çox sinə dəftər adam olub, şeir yazıb, 64-cü ildə, 1964-cü ildə yazır. Əhvalın yazıram, xoş, dərələ yaz. Axırda qalarsam, boş, dərələ yaz. Mahirə xanım dayısının başdaşının yanında bir kəlam yazıb. Yazır ki, Mahirənin sözləri, yazır ki, burada bir ərən yatır. Dünyanı görən yatır. Canı Allahdan alıb ellərə verən yatır. Mən onun yazdıqlarını oxumuşam, həmişə də fikrimi söyləmişim ona. Mən sizə bir söz demək istəyirəm, özünə də bir dəfə demişəm. Deməli, bu barədə mənim atamın tələbəsi olub, həqiqətən də yaradıcılığına çox böyük, şəxsiyyətinə də çox böyük hörmət etdim. Tofiq müəllimlə söhbət edirdik, Tofiq Xəlillə. Mən Tofiq müəllimə o vaxt dedim ki, Tofiq müəllim özü də gözəl məhsuldar şairdir, həqiqətən qələmi də güclüdür, tam səmimi deyirəm. Özü də xahiş edirəm, bu dediklərimi kəsməyəsiniz. Deməli, bilirsiniz, şeiriyyatı sevdirməklə şair olmaq mümkün deyil. Nəyisə yaradan insan yaratdığını sevməz, onu yaradanmaz. Hər bir insan da sevmək qabiliyyətinə xüsusiyyəti malik deyil. Bu bir. Şair yaratdığı əsəri sevməsə heç nə yaradanmaz. Heykəltaraş həmçinin xüsusilə də şairlər. Şairdə ancaq sevməkdən savayı məntiq də olmalıdır. Hər kəlməndə nəfəsim var ay ustad. Dağ titrədən gür səsim var ay ustad. Hər ürəkdə bir hissin var ay ustad. Sevgilərə sən məhəbbət qapısı. Söz mülkündür, söz irsindir təsəlli. Həyat yolun hamıya gün təkbəlli. Könülləri qoymamsan qüssəli. Ürəklərin sən mərhəmət qapısı. Mənim atamın bu qohuma, qardaşa olan məhəbbəti yalnız bənzər ondan deyil, eyni zamanda dostluğa çox sədaqətli insan olub. Rəhmətli Zənimxan Yaqub anama zəng edir və deyir ki, Zərifə xanım, deyir, Həsən müəllimə bir dənə şeir yazmışam, deyir, onu filan qəzetlərdə, onu bir götürüb oxuyarsan, o da bir qısaca bir bənd var, yadımı salmamışam, baxmamışam, ancaq deyim də, yadımda qaldığına görə, deyir ki, dostum varsa, çoxdan çoxam dünyada. Dost sarıdan, nəfsi toxam dünyada. Sən yoxsansa, mən də yoxam dünyada. Nə ruhum var, nə canım var, nə tənim. Bu dünyada hər şeyin yaddaşı var. İnsan doğulduğu gündən ömrünün sonuna kimi gördüyü, təmasda olduğu, ünsiyyət bağladığı, ürək verdiyi hər şeydə iz buraxır, yaddaş yazır. Torpağın da, ağacın da yaddaşı var. Həm də bir insan yaşadığı, fəaliyyət göstərdiyi, ömür çərçivəsində cəmiyyətə, xalqa, dövlətə xidmətləri sayəsində ölməzlik, əbədi yaşarlıq qazanır. Fərqi yox, çoxun, azın, ömrü yaddaşa yazın. Yaddaş ömürdən uzun, ömür bir göz qırpır. Heç vaxt unudulmayan insanlar var. Bugün dünyasını dəyişib, sabah yaddan çıxanlar da var. Və ya kitab, dəftər bitincə o da bitənlər, o insanlar da bitər, unudular. Amma Həsən Mirzəyev bütün Azərbaycan xalqının qəlbində yaşayan insandır. Bax, beləcə bir insanın, bir şəxsiyyətin, bir ömrün işığında söhbətimiz gəlib ərsəyə çatdı.
Xeyr, yekunlaşmadı, bitmədi. Çünki Həsən Mirzə haqqında söhbətlər hələ görüşlərimizin hamısında tez-tez çəkiləcək. Onsuz gördük deyilmez, üzbəyüzdə Həsən Mirzə yaşayır. O nə sirdir, nə hikmətdir bilinməz, yüzə yüzdə Həsən Mirzə yaşayır. O nə sirdir, nə hikmətdir bilinməz, yüzə yüzdə Həsən Mirzə yaşayır. Qəlbimizdə Həsən Mirzə yaşayır. Gedib çıxıb haralara sədası, Azərbaycan o tay bu tay olası, cili-cili kitablarda yuvası, cili-cili kitablarda yuvası. Qalıb sözdən Həsən Mirzə yaşayır. Qalıb sözdən Həsən Mirzə yaşayır. Qalıb sözdə Həsən Mirzə yaşayır. Qəlbimizdə Həsən Mirzə yaşayır. Kitab ışık deyib ona yönlədi. Nə yoruldum, nə bezikdim bilmədim. Dərələyəz dedi dərddən illədi. Ələyəzdə Həsən Mirzə yaşayır. Dərələyəz dedi dərddən illədi. Ələyəzdə Həsən Mirzə yaşayır. Qəlbimizdə Həsən Mirzə yaşayır.